Değerli izleyiciler, bir daha Qurban Bayramı başta şəhid ailələri olmaqla qazilərimiz, veteranlarımız, üstəlik bayraq altında bizi qoruyan Azərbaycan ordusu, əskərindən zabitinə kimi Azərbaycan xalqı və bir daha bugünkü gün 3 gün Qurban Bayramı deyirlər, adət-ənənəyə uyğun. Qurban Bayramımız mübarək, adlarını çəkdiyim əzizlərimiz, bizə tam yaxın olan, başta dediyim kimi şəhid ailələr olmaqla biz dünən pul yığdıq, 517 manat, 5 manatda Gülqasımov, Rövşən, Uğur Marketdə vermişdi, 522 manat oldu. Almışıq buradıqlarımızı, dünən axşam aldıq, ancaq vaxt çatdıramadı, bugündən start verdik. İlk ailə Biləsuvar rayonu Aşağı Cürəli kəndindən, bax, 2 dənə bizim bacımız, Allah canlarını sağ eləsin, bunları verilişə çıxartmalıyıq inşallah, həkim gözləyir, həkim gələndən sonra Lalə Azərtazın verilişinə çıxacaq. Yəni ilk ailə, bax elə Aşağı Cürəldən bir ailədə 3 övlad yeriyə bilmir. Yeriyə, həqiqətən yeriməyə çox əziyyət çəkir. Bu ailənin də hər zamandakı kimi bu gün də nəzərimizdədir. Yəni bu ailəyə birinci başladıq. 2 bacı, bir qardaş. Yəni bacıları tam arxa rahat görün ki, yəni bizdə şəffafdır. Ne ediriksə şəffafdır. Heç kimlə bir manat, heç kimlə bir nəyinsə götürək yoxdur. Biz ne edirik, şəffaf edirik. Allah sizə də şəfa versin. Sizlər də Qurban Bayramı mübarək etsin. Var, Allah eləsin. Tez bir zamanda sağlamlığınıza qovuşasınız. Öz taytuşlarınızı. Bütün xəstələr. Var olasın, var olasın. Allah sizə can sağlığı versin. İnşallah Allahımız böyük, ədalətli Allahımız var. İnşallah həkimizdə tapılar, sağlamlığınıza qovuşarsınız. Var olasın. Allah sizi var etsin. İzləyicilər, vaxt dediyim kimi Elvin Məmmədov, 2 bacının bir qardaşı buradadır. O da dediyim kimi həmin xəstədəndir. Ailənin üzvüdür. Deməli, bu ideya bax bundan çıxdı. Mən həmişə sumkada verirdim. Dedi, elə vermiş. Dedim, niyə? Dedi, elə insanlar var ki, deyir ki, o sumkanın içindəki görürsən, yalandan bəlkə daş qoyub verir. O belə verir. Yəni, bax, yaxınlaşdı, çək. tam yaxından çək, hər bir şeyini almışıq buradadır. Biz veririk, yoxsa yalandan. Bir pay bunu bizim veteran qardaşımızdır. Allah canı sağ eləsin, qarşısında baş verib, Quluyeb Fərid. 7 dənə ailə üçün eləmişdi. Bizdən birini azaltdıq, 6 ailədir. Mal ətləri, bir də bu işin üstündə, o deyib, Yaşar qardaşımızın bir pay özü dedi almışam. Bir də Hacı Füzuli sağ olsun. Bir ailənin də 100 manatdır. Hacı Füzuli bir şey ailəndə Yaşar qardaşımız. Bax hər bir şey buradadır. Yəni bilin sumkada gətirirdik ya. Bax bunlar. Andolsun Allah. Sumkadan da görüşmürdü. Beləsi qoymaq rahatdır ki, rahat görəsən biləsən. Salam, sağ. Yəni bu ideya bu kişidən çıxdı da. Yəni mən həmişə sumkada verirdim. Bir də deyəsən reklam edirəm. Andolsun Allah. Mən buna dedim deyəcəklər, az göçəklərimiz var. Üsal reklam edir verdiklərin. Ancaq bu dedi ki, o deyən desin, sadəcə bilsin ki, eləsi deyir ki, sumkanın içində nə yalanlar. Daşığı aparırlar. Yox, bilirsən necədir? Elə adamlar var ki, eləsi bir işlər edir. Məsələn, bilmirsən sumkanın içində nə aparır. Ancaq bizdə realdır. Yəni sumkanın içində apardıqlarımız bunlardır bizim hər zaman. Ancaq biz indi bunu belə göstəririk ki, ay millət, cəmaat anladı. Sumkanın içində göstərib 10 dənə sumka verirsən, içərisində heç 50 manatlıq, 30 manatlıq yeyinti yoxdur. Bizdə şükür Allah 120 manatdan çoxdur ki, az deyir. Hala gəl buraya xala. Yəni bizim bu verdiklərimiz neçə dənə alıya dəstək olub, halal xoşları olsun. Kim dəstək olub, Yaşar qardaş, Füzuli, Hacı Füzuli, çox sağ olun, var olun. Hətta canlıda 1 manat, canlıda 1 manatından keçən qardaşlarımız, çox sağ olun, var olun ki, büyükü gündə Qurban Bayramı münasibəti ilə çox sağ olun. Hamımızın savabı yazılır, belə xəstələr qardaşların, kasıb ailələrin savabı sizin üstünüzə yazılır, qardaşlar. Allah razı olsun. Evin xala da gəldi. Xala, bax, xala evdə dördü çörəyəlim gəlmişdi. Xala, bax bu produktlar 1 manat, 2 manat, 50 qəpik, onlar üst-üstə dama-dama göl olar deyirlər. Dama-dama göl eləmişik, biz sizləri və özünüz də bilirsiniz ki, biz mükafatımızı gözə görünməyən Allahdan istəyirik, ədalətli Allahımızdan istəyirik. Biz heç vaxt xəstənin pulunu yemərik, xəstənin pulundan istifadə etmərik. Bizim qazanc yerimiz meyvə satırıq, alma satırıq, alça satırıq, limon satırıq, belə işlə. Bu gün mən alça yığacam, ancaq gözləyirəm, bunları paylayaq sonra gedim görürük. Yəni var olsunlar, dəstək olanlar, hamımızın Allah canı sağ eləsin və bir daha təşəkkürümü bildirirəm. Qurban bayramımız mübarək olsun. Elvin, Allah sizə, sənə və sənin bacılarına bir yol açsın, sağlamlığa qovuşasan tez bir zamanda ananın
gözləri sevinsin, ürəyi sevinsin ki, mənim də balalarım rahat. Var olasın. Çox sağ olun, var olun. Növbürük. Sağ olun.